İndi isə gözəl Naxçıvanımıza həsr olunan bir nəğməyə qulaq asacağıq. Ümumiyyətlə, Naxçıvana aid bir çox mahnılar yazılıb. Bax, onlardan birini indi xatırlayıram. Məmməd Cəfərovun yazdığı Ey Könül Mülkünün Barı Naxçıvan misraları ilə tanıdığımız məşhur mahnıdır ki, vaxtilə onu Yaşar Səfərov ifa etmişdi. Yeri gəlmişkən, Yaşar Səfərov, Ramiz Mirişlinin, görkəmli bəstəkarımızın yazdığı daha bir Naxçıvan mahnısını öz tamaşaçılarına təqdim etmiş. Bu da onun repertuarında seçilən, sevilən mahnılardan biri idi. Naxçıvana həsr olunan daha bir nəğməni vaxtilə bizim görkəmli bəstəkarımız Tofiq Quliyev yazmışdı. Şəmsəddin Abbasovun sözlərinə. Çox maraqlıdır ki, hər iki müəllif əslində Naxçıvandan deyil idilər. Onlar Bakıdan idilər, amma Naxçıvana ayrıca bir gözəl mahnı həsr etmişlər və vaxtilə onu Mirzə Babayev ifa etmişdi. İndi isə biz Naxçıvana həsr olmuş daha bir mahnını yada salacağıq. Təəssüf ki, onun müəllifləri barəsində informasiya yoxdur, amma vaxtilə bizim görkəmli müğənnimiz Rəşid Beytbudov Naxçıvana 1966-cı ildə səfəri zamanı bu mahnını bu cürə ifa edib.